Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün sizə Azərbaycan dilindən bilməyiniz lazım olan mövzular silsiləsindən bir mövzunu izah edəcəm. Bura iki cümlə yazmışam. Bu çox təqdirə layiqdir. Bir də bu çox təqdirə layiqdir. Baxın, belə bir cümlə var və bu cümlədə təqdirə layiqdir, yəni təqdir sözü ayrıcalıqda da işlənə bilər. Təqdirə layiqdir sözü bütövlükdə də mürəkkəb söz kimi işlənə bilər. Burada önəmli olan məsələ bu cümlədə nəyə diqqət edəcəyik? Bu cümlədə diqqət edəcəyik birinci məsələ bu sözündən sonra vergül işarəsinə, vergülə. Bir də ikinci diqqət edəcəyimiz məsələ buradakı çox sözüdür ki, çox sözü hansı mənada işlənib. Yəni, birinci şərtə baxası olsaq, burada gördüyünüz kimi bu çox təqdirə layiqdir. Burada təqdirə sözünə layiqdir sözü ayrıca olduğuna görə, burada çox sözü təqdir isim məqamında işləndiyinə görə say olacaq. Buradakı çox sözü nitq hissəsi kimi say olacaq və budan sonra da, bu da işarə əvəzliyidir. İşarə əvəzliyi cümlədə mübtəda məqamındadır. İşarə əvəzliyi cümlədə mübtəda olanda, işarə əvəzliyindən sonra say gələrsə və işarə əvəzliyindən sonra vergül işarəsini necək qoyulacaq. Yəni, birinci cümlədə bu sözündən sonra vergülün qoyulması mümkündür. Niyə? Çünki birinci cümlədə, bura 1 yazaq, bura 2 yazaq. Birinci cümlədə bu mübtəda məqamında işlənən işarə əvəzliyindən sonra çox sayı gəldiyinə görə burada saydır. Niyə saydır? Çünki çox sözündən sonra təqdir ismi gəlib. Təqdir ismi gəldiyinə görə buradakı çox saydır. Say olduğu üçün buradan sonra vergül qoyulur. Amma ikinci cümlədə təqdirə layiq nitq hissəsi kimi sifət olduğu üçün sifətdir. Təqdirə layiq sifətdir və buradakı çox sözü artıq say yox, ədatdır. Ədat olduğu üçün buradan sonra heç bir vergül işarəsi qoyulmayacaq. İkinci sualın diqqət edəcəyimiz məqam da çox sözü birinci cümlədə oldu say, çox sözü birinci cümlədə oldu say. Niyə? Çünki çox sözündən sonra təqdir ismi gəlib. İkinci cümlədə isə çox sözü oldu nə? Ədat. Uşaqlar, bu tipli cümlələrə diqqətli olmaq lazımdır. Əgər sizdən bu tipli suallar olsa, desə ki, bu cümlələrdə fakt hansıdır? Sizdən soruşsa ki, sizdən fakt göstər. Misal üçün, bu cümlələrdə fakt nədir? Bu cümlələrdə fakt soruşsa, deməli, bunun mübtəda olmağı faktdır. Diqqətli olmaq lazımdır. Bunun işarə əvəzliyi olması faktdır. Amma ehtimallar nələrdir? Ehtimal odur ki, burada çox sözü ehtimaldır. Yəni, say da ola bilər, ədat da ola bilər. Burada vergül qoyulması, vergülün işlənməsi ehtimaldır. Çünki burada vergül ola da bilər, olmaya da bilər və burada nitq hissələrinin fərq eləyir. Nitq hissəsi ehtimaldır, fərq eləyir. Təqdir sözündə isimdir, layiqdir sözü isimdir, amma təqdirə layiq sözü sifətdir. Çox sözü birinci cümlədə saydır, ikinci cümlədə isə ədatdır.